19-cu soru tiplərindən işləyir. Bu sorular həm naturallar bölməsinə, yəni saysallara aiddir. Bölünə bilmə əlamətlərini istifadə edəcəksiniz. Həm terroristdə, həm də din sistemində düşən, yəni rastlaşa biləcəyiniz soru tiplərindən biridir. Necə araşdırma edirik? Hardan başlayırıq? Bizə 5 rəqəmli belə bir sayı verilib. O 45-ə bölündükdə 17 qalır deyir. Uşaqlar, geridən əvvələ başlayırıq suala. Sualda 45-dən başlayacaq. Bizim açarımız budur. Sayı əgər 45-ə bölünürsə, öz aralarında qarşılıqlı sayda olan ədədlər götürməlisiniz. 5 və 9 və bunların bölünmə əlamətlərini araşdıracaqsınız. Demək bu ədəd həm 5 həm 9-a bölündü. Qalıqda 17 qalmalıdır. Sonraki cümlə buradan gəlir. Qalıqlı bölmənin şərti nədir? Ədədi bölən qalıqdan hər zaman böyük olmalıdır. O zaman qalığı götürüb biz bir dəfə 5-ə bölürük. Bu zaman biz ədədin 5-ə bölünəndəki qala biləcək qalıq ehtimalını tapırıq. 2 düşməlidir. Eyni zamanda 17-ni götürüb 9-a bölürük. Buradan da bizə 8 qalıq verəcək. Demək ki, bu ədədi 5-ə bölsəm 2, 9-a bölsəm isə 8 olacaq. Bunu bildikdən sonra keçirəm ədədimə. 5-ə bölünmə əlamətini bir günə xatırlayaq. Rəqəmlər son rəqəm 0 və 5 ilə bitməli idi. Əgər ədədin son rəqəmi 0 və 5 ilə bitərdisə qalıq qalmazdı. Amma məndə qalıq qalmasını istəyirdi. Qalığı bunun üstünə gəlirəm. Demək, B-nin dəyəri ya 2-dir, ya da 7-dir. Yəni mənim sayım 4, 3, A, 2, 2 şəklində bitibmiş ya da 4, 3, A, 2, 7 şəklində bitibmiş. Burada 5 ilə olan olayın bitmiş olduğu üçün bu ehtimal getdi. İndi keçirəm 9-u araşdırmağa. 9-u araşdırdıqda isə rəqəmlər cəminə baxmalıydıq. 9-a tam bölünməli idi. Götürürəm bunun rəqəmlərini toplayacağım gənclər. Toplayanda mənə 7, 4, 11 artı A verəcək. Buradan da toplayacağım. 7, 7, 14 üstü 2, 16 artı A verəcək. İndi mantıqsal olaraq bir dənə qısaca düşünsə, A1 rəqəmdə elə deyil 0-dan 9-a qədər qiymət alacaq. Əgər ədədim 9-a bölünmə axtarıramsa və qalıq 8 olacaqsa, 9-un üstündə bir dənə 8 gəlin. O da bizə verir 17. Demək, toplam işləmi 17-yə tamamlayacağam. 11 artı bunun üzərinə 6 gələrəm, bunun üzərinə 1 gələrəm. O zaman 17 olar və 17-ləri 9-a bölsək, qalıq hər zaman 8 verər. A-nın başqa ala biləcəyi ehtimal yoxdur. Çünki növbəti ehtimalı tapmaq üçün üzərinə mən 9 gəlməli idim. O zaman A-ya 15 verməli idim ki, A bir rəqəmdir. 1-in üzərinə 9 gəlsəm 12 basamaklı ola bilməz. Burada dayanmış olduq. Bizə də onların rəqəmlərinin toplamını istəyir. Toplamda 6 artı 1 bizə də 7 verəcək. Bu şəkildə araşdırılan bir sualdır. Qəşəng bir sual.